Öz biznesimi qururam, ikinci hissə. Dostlar, birinci hissədə sizə danışdım ki, survival zona ideyası necə yarandı? Necə plan qurmağa başladım və ilk olaraq nə etməli olduğumu müəyyənləşdirdim. İndi isə artıq danışmaq yox, hərəkətə keçmək vaxtı idi. Çünki dostlar, bir şeyi başa düşdüm. Nə qədər plan qursan da, bir yerdən sonra o planı həyata keçirməlisən. Mənim də ilk real addımım məhsulları tapmaq idi. İlk növbədə başlanğıc üçün ayırdığım pulu çıxartdım. Başlayanda cəmi 200 manat pulum var idi. Ona görə də pulu necə xərcləyəcəyim mənim üçün çox vacib idi. Burada sizə belə bir məsləhət də verim. Əgər siz də kiçik büdcə ilə biznesə başlamaq istəyirsinizsə, ilk gündən bütün pulunuzu bir yerə xərcləməyin. Əvvəlcə bazarı öyrənin, nə alacağınızı dəqiq bilin. Mən də mümkün qədər bunu etməyə çalışırdım. Sonra sədrəyə getmə qərarına gəldim. Amma adi bir gündə getmədim. Həftəçi insanların vaxtının daha az olduğu bir vaxtı seçdim. Çünki istəyirdim ki, biraz boşluq olsun, rahat-rahat mağazalara baxın, qiymətləri öyrənin və təsirmədən seçim edin. Çünki mənim axtardığım adi bir məhsul deyildi. Survival, balıqçılıq və səyahət sahəsində istifadə oluna biləcək, insanlara müxtəlif vəziyyətlərdə əlaltı ola biləcək məhsullar axtarırdım. Və bu sayədə biraz spesifik olduğu üçün çox incəliklə axtarış aparmalıydım. Mənə bir məhsul lazım deyildi, bir çox müxtəlif növdə məhsul lazım idi. Ona görə də sətərəyə gələndə məqsədim sadəcə gedib bir şey alım qaydım deyildi. Saatlarla gəzdim dostlar. Müxtəlif mağazalara baxdım, məhsulları araşdırdım, qiymətləri öyrəndim, qeydlər apardım. Əvvəlcə hansı mağazanın mənə uyğun olduğunu bilmirdim. Amma mağazaları gəzdikcə müəyyən yerlərə ayırmağa başladım. Bir neçə topdan satış mağazası tapdım və orada məhsulların qiymətlərini bir-bir öyrənməyə başladım. Məncə biznesə yeni başlayanda insan üçün belə bir şey öz gözünlə görmək çox vacibdir. Çünki internetdə bir məhsulun qiymətini görmək tamam başqadır. Amma gedib məhsulu öz əlindən götürmək, keyfiyyətinə baxmaq, satıcı ilə danışmaq və real bazarı görmək tamam başqa bir şeydir. Ona görə siz də biznesə başlayırsınızsa, imkanınız varsa bazarı yerində görməyə çalışın. Bu arada mağaza axtarışında dostumun əlaqəsindən də istifadə etdim. Onun vasitəsilə axtardığım məhsulların satıldığı bir mağaza tapdım. Mağazanın rəhbəri ilə tanış oldum və yaxşı bir münasibət yaratdım. Bu mənim üçün əslində məhsul almaq qədər vacib idi. Çünki mən sadəcə həmin gün üçün məhsul axtarmırdım. Gələcəkdə də məhsul olacaqdı. Yəni mənim üçün həm məhsul, həm qiymət, həm də əlaqələr çox vacib idi. Nəhayət artıq ilk alış-verişə başladım. İlk dəfə 5-6 növ məhsul götürdüm və hər birindən 1-2 dənə almağa çalışdım ki, onlar arasında Survival zonanın ən məşhur məhsullarından birinə çevrilən Parakod dərzi, Mövcud Pul Kəlbətin, Survival paketi və başqa digər məhsullar da var idi. Bir şeydən vaxt düşündüm ki, mən təkcə məhsul alıb gətirib masanın üstünə qoymaq istəmirəm. Məhsulların necə təqdim olacağı da çox vacib idi. Buna görə də məhsullar üçün xüsusi qablaşdırmalar da aldım, hansı ki buna zip bloklar deyirik. Çünki mənim üçün bu artıq sadəcə bir neçə məhsul almaq deyildi, mən mağaza qurmağa başladım. Ümumi alış-verişim təxminən 170-180 manat tutdu. Ancaq bu isə ən premium məhsulumuza getdi, təbii ki, Survival paketə. Yəni başladığım 200 manatı demək olar ki, hamısını bu işə yatırmışdım. Amma dostlar, dönüb geriyə baxanda məncə həmin gün qazandığım ən böyük şey məhsullar deyildi. Mən ilk dəfə topdan satış mağazalarından alış-veriş eləmişdim. Bazarla fiziki olaraq tanış olmuşdum. Məhsulların real qiymətlərini görmüşdüm və ən əsası, gələcəkdə istifadə edə biləcəyim əlaqələr qurmuşdum. Yəni sətərəyə gedəndə qarşıma qoyduğum əsas məqsədlərə nail olmuşdum. Amma indi isə növbəti mərhələ başlayırdı. Məhsulları götürdüm, yığdım və evə qayıtdım. Düzünü desəm evə qayıtmaq da çox rahat olmadı. Bu nəhayət məhsullarla birlikdə çatdım evə, məhsulları yerləşdirdim. Sonra da bir müddət sadəcə onlara baxdım. Çünki həmin an çox qəribə hiss idi. Bir müddət əvvəl bunların hamısı sadəcə dəftərdə yazdığım bir plan idi. İndi isə məhsullar ucu qarşındaydı. Artıq Survival zonanın ilk məhsulları var idi. Amma həmin anda başqa suallar da yaranmağa başladı ki, məsələn, mən bunları necə satacağam, ümumiyyətlə satış edə biləcəmmi, bazara necə daxil olacağam? Dostlar, məhsullara baxa-baxa beynimdə bunların hamısını düşünürdüm. Açığı biraz da gözüm yol çəkirdi. Çünki məhsulları almaq bir tərəfə, onu satmaq tamam başqa bir məsələdir. Burada bir şeyi də sizə deyim ki, biz necə başlayanda hər şeyin ilk gündən mükəmməl olacağını gözləməyin. Məndə də hər şey hazır deyildi. Məhsullar var idi, amma hələ müştəri yox idi. Plan var idi, amma nəticənin necə olacağını bilmirdim. Mən də bir müddət düşündükdən sonra dedim ki, artıq bəsdə düşünməklə heç nə dəyişməyəcək. Planım var idi və mən həmin plana uyğun növbəti mərhələyə keçməli idim. Beləliklə yenidən hərəkətə keçdim, çünki Survival zona artıq sadəcə bir fikir deyildi. Artıq real məhsullarım da var idi. İndi isə onları insanlara, kütləyə göstərmək vaxtı idi və bu barədə növbəti mərhələdə danışacağıq. Əgər bəyəndinizsə, videomu bəyənib kanalımıza abunə olmağı unutmayın. Təşəkkür edirik.